sürürəm, bildin? Yoxdur, yoxdur, saxlan bunu. Sən də Bırak! Bunu davay çağır. Davay çağır. Biz kes o telefonu. O taraftan Biz kes o telefonu. Sürücülərin sərxoş vəziyyətdə sükan arxasına əyləşməsi və polis əməkdaşının qanuni tələblərinə tabe olmaması yol hərəkəti təhlükəsizliyi baxımından ciddi hüquqi nəticələr yarada bilər. Bəs sərxoş vəziyyətdə avtomobil idarə edən və polis əməkdaşının qanuni tələbinə tabe olmayan şəxsi konkret olaraq hansı cəza gözləyir? Mövzu ilə bağlı Xəbərlər Netə danışan hüquqşünas Əkrəm Həsənovun sözlərinə görə bu halda sürücü cərimələnə və sürücülük hüququndan məhrum edilə bilər. Polis əməkdaşının qanuni tələbinə tabe olmamaq, fiziki müqavimət göstərilmədiyi halda inzibati məsuliyyət yaradır. Belə halda da cərimə və sürücülük hüququndan məhrum etmə tətbiq oluna bilər. Hüquqşünas qeyd edib ki, şəxs polis əməkdaşına fiziki müqavimət göstərərsə, 2 ilədək islah işləri tətbiq oluna bilər. Aktiv şəkildə zor tətbiq edildikdə isə 3 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Polis əməkdaşının həyatı və sağlamlığı üçün təhlükəli zor tətbiq edildiyi halda isə şəxs 7 ilədək azadlıqdan məhrum edilə bilər.